Qardaşım, min maşına biraz şəhəri gəzək. Oldu qardaşım. 50 manatda götürdüm. Davay getdik. Qaqa, niyə pendirlə yemirsən? Pendirlə xoşlamıram. Eşşək nə bilir zəfəran nədir? Yalançının ölüb ölənin ağzını Gördüyünüz bu süni intellekt videolarını hazırlamaq çox rahatdır. Gəlin sizə də öyrədim. Bəli dostlar, sürətli şəkildə telefonumuzda Google Chrome-a giririk və buraya axtarış bölümünə Google Flow yazırıq. Baxın, mən də əvvəldən yazmışam. Bunun üstünə klikləyirəm və burada bir şeyə diqqət edin ki, baxın Google Flow yazanda üstdə bir Google AI Studio falan çıxır. Bu deyil. Bizim işimizə yarayan burada aşağıda olan Google Labs-dir. Yəni bu səhrai rəngdə olandır. Bunun üstünə belə klik edəcəksiniz və bu sayt açıldığında böyük ehtimal sizdə də ingiliscə gələcək və Google Translate götürüb bunu çevirməyə çalışacaq və bu da sizin işinizə çətinləşdirəcək. Yəni hərflər biraz böyük görünəcək və bilməyəcəksiniz haraya klikləyəcəksiniz. Ona görə də bunu söndürək. Baxın, sağ üstdə 3 nöqtə var. Buna klik edirsiniz və burada çeviri yazılıb. Buna klik edirsiniz və buradan özünüz görürsüz, sönəcək avtomatik olaraq. Bəli, gördüyünüz kimi Google Translate söndü və artıq buraya ingiliscə yazılmağa başladı. Create with Google Flow deyə bir şey yazılıb bura. Onun üstünə klik edirik. Yəni ağ rəngdə olan yerə klik edin burada. Və bura biraz gec açıla bilər. Baxın, məndə də biraz donur kimi oldu. Bu internetinizin sürətinə baxır. Dostlar, o yer açılana qədər sizdən çox xahiş edirəm. Aşağıdan kanalımıza abunə olub, videoya like atıb, bir də bildiriş zəngini aktiv edin ki, belə faydalı və gözəl videolarımızın davamı gəlsin. Bəli dostlar, gördüyünüz kimi açıldı. İndi burada məndə hesablar olduğuna görə buranı blurlamışam, yəni bulanıq görünür. Siz də buradan hər hansı bir Google hesabınızı seçirsiniz. Gördüyünüz kimi mən də öz hesabımı seçdim. Bəli dostlar, gördüyünüz kimi saytımız qeydiyyatdan keçirildi və burada gördüyünüz kimi bizim saytımız tam şəkildə işləyir. Baxın, burada yeni proje yazılıb. Yenə Google çeviri buranı çevirib. Yeni proje deyə bir şey yazılıb. Buna klikləyirsiniz və biraz gözləyirsiniz. Bizə lazım olan süni intellekt ekranı açılır. İndi buranın funksiyalarını sizə göstərməzdən əvvəl sizə qısa bir prompt yazmağı göstərim. Yəni bura görə necə prompt yazmaq lazımdır, onu öyrənin. Sonra o videolardan düzəldək bizi. Baxın, deməli buradan çıxdım və gəlirəm, girirəm burada ChatGPT-yə. Mən həmişə bildiyiniz kimi ChatGPT vasitəsilə yazıram promptları. Gəlib burada qısa bir prompt yazıram. Bəli dostlar, gördüyünüz kimi qısa bir sadə dildə buraya bir prompt yazdım. İndi bu promptu sadə formada göstərim sizə. Özünüz də baxın. İstəsəz buna uyğun bir şey yaza bilərsiniz. İndi mən bunu bu formada göndərirəm. Bəli, bu formada yazdığınızda şəkil yarada bilər. Tez bir zamanda bura yazın ki, prompt yaz. Bəli, gördüyünüz kimi prompt yaz dedim və bunu dayandırıb sonra bu yeni yazdığımı göndərirəm və o prompt yazır. Yəni biraz ChatGPT-də də çatışmamazlıq olduğuna görə belə xətalar verə bilər. Bəli, gördüyünüz kimi mənim üçün burada uzun promptu yazacaq. İndi bunu kopyalayıb aparacağıq digər süni intellektə. Baxın, burada panoya kopyala yazılıb. Bunu kopyaladım və gəlib keçirəm digər sayta və buraya yerləşdirirəm. Baxın, buraya yapışdıranda diqqət edin ki, prompt tamamilə yerləşsin. Çünki bir-iki hərfi səhv olanda avtomatik səhv götürə bilər. İndi əsas hissəyə gəlirik. Buranı diqqətlə izləyin. Baxın, video yazılıb. Bu hissəyə keçirik. Burada baxın, sizdə böyük ehtimal görüntü olacaq. Baxın, bu vəziyyətdə olacaq. Bunu videoya keçirdin. Sonra burada baxın, 9-a 16 və 16-ya 9 deyə ölçülər var. Bunlar biri var dik olsun video, biri də var belə böyrü üstə olsun. Burada mən böyrü üstə, yəni 16-9 seçirəm. Yəni formasına baxıb özünüz bilə bilərsiniz. Sizdə burada 2x, x2 yazılan seçili olacaq. Bunu mütləq 1x-ə keçirdin ki, boş yerə 2 dənə 3 dənə video yaradıb sizin kredinizi, yəni xalınızı bitirməsin. Bu indi xalın da nə olduğunu deyəcəm. Və burada saniyələri, yəni 4 saniyə, 6 saniyə, 8 və 10 saniyə olaraq seçə bilirsiniz. Bunu mən 10 saniyəyə qoyuram, çünki 50 dənə bizə burada xal verir. Bu 50 xalda hər gün səhər-səhər sıfırlanır. Yəni istədiyiniz qədər istifadə edib, sonra səhərsi günü də eyni xalı qazanırsınız. Əlavə də ki, başqa hesablar açaraq da bunu edə bilərik. Baxın, 10 saniyəni seçdim. Sonra dəqiq bir daha baxıram ki, görüm nələr var burada. Hər şey qaydasında olduğunu görürəm və buradan göndər düyməsinə klik edirəm və videonu yaradır burada. Bu videonu yaratması da çox uzun çəkmir. 1 dəqiqə və ya 2 dəqiqə çəkir. Ona görə də səbirlə bunu gözləyin. Bəli dostlar, yenə az öncə qeyd etdiyim kimi süni intellekt o videonu yaradana qədər aşağıdan kanalımıza abunə olub, videoya like atıb, bildiriş zəngini aktiv etsəz çox sevinərəm. Gəlin indi görək videomuz yarandı yoxsa yox. Və bir də bir şey var dostlar, burada baxın gördüyünüz kimi 38% yazılır. Yəni sağ üstdə küncdə videonun faizi də göstərilir. Yəni bu qədər faizdə yaradıldı və elə bunu sizə göstərmək istəyərkən video yaradıldı. İndi gəlin bu videoya baxaq. Nə yirsən sən, xəstə? Hello, anormal bilet. Bəli, gördüyünüz kimi düz istədiyimiz tərzdə eyni animasiyada və eyni görünüş formasında yaradıb bizim üçün. Düzdür, sözləri biraz problemlidir. Çünki mən özüm biraz tələsərək videoda olduğuma görə tələsərək yazdım deyə pis bir şey alındı. Amma burada siz özünüz keyfiyyətli bir şey alındıra bilərsiniz. Amma əsas o ki, üz ifadələri, formaları daha yaxşıdır. İndi dostlar, indi burada videonu necə endirmək olar onu göstərim. Videonun üstünə klik edəcəksiniz. Sonra baxın, burada üst hissədə zibil qabı paylaşma işarəsi falan var. Onun da yanında kiçik bir endirmə işarəsi var. Buna klik edəcəksiniz. Baxın, 270p və
720p olaraq gəlir. Altdakılar isə pulla idi. Yüksəlt yazılıb qarşısına. Siz burada 720p yazılana klikləyirsiniz və biraz gözləyirsiniz. Avtomatik olaraq Google Chrome xəbərdarlıq edir ki, fayl endirildi. 2,4 MB olaraq göstərir. Yəni açıb istifadə edə bilərsiniz bu formada da. Bayaq birini düzəltmişdim videodan əvvəl. Gəlin eyni promptu bir də bura yerləşdirək, görək o şey necə yaradacaq. Bayaq bir video düzəltmişdim. Orada mən qeyd etməsəm belə dağılmış, yəni sürü bir 06 maşını ilə düzəltmişdi. Gəlin görək indi də olacaq o yoxsa yox. Bəli, az öncəki promptum da burada süni intellekt olan ChatGPT-dədir. Bunu bu formada, uzun formada kopyalayıb götürürəm. Sonra gəlib az öncəki süni intellektə daxil olub yenə eyni qaydada buraya yerləşdirirəm. Yenə göndərməmiş burada baxıram ki, görüm qaydalar falan tam dəqiqdir. İndi bunu göndərəm, görək o videonu necə yaradacaq orada, çünki sözlər falan biraz daha yaxşı idi. Buranı sizinlə bir yerdə tələsərək çəkdim deyə biraz taraz alınmadı. Bəli dostlar, bir də bu süni intellekt videonu yaradana qədər sizə bir süni intellekt haqqında da qısaca danışım. Bildiyiniz kimi kanalımızda 3 həftə əvvəl bir videoda yayınlamışdım. Pulsuz videolar hazırla adlı bu qırmızı şəkilli video. Keçib buna da baxa bilərsiniz, çünki orada da başqa bir süni intellekt göstərmişəm. Biraz uzun formada videolar yarada bilərsiniz. İstəsəz keçib buna da baxa bilərsiniz. Hal-hazırda sağ üstdə i butonunda çıxdı. Bəli dostlar, ekranda gördüyünüz kimi həmin videoda yaradıldı. Gəlin indi buna baxaq. Ayə, pesi taraz sür da bu zibil maşını. Bəli, gördüyünüz kimi tam formada yaradıb. Düzdür, burada maşın başqa cürdür. Bayaq mən başqa hesabdan hazırlandı. Vaz2106 maşını ilə eləmişdi. Həm də dağılmış bir maşın idi. Heç mən elə bir prompt yazmamışdım ha. Onunla belə elə bir şey düzəltmişdi. Yəni bu da süni intellektin gözəlliklərindən biridir. Baxın, 2 dənə video hazırladım sizinlə bir yerdə. Hələ hazırlaya da bilirəm. Hələ haqqım var. Yəni istədiyiniz qədər burada hazırlaya bilərsiniz və az öncə qeyd etdiyim kimi bol-bol Google hesabı açaraq, yəni başqa-başqa Google hesabları açaraq burada çoxlu istifadə edə bilərsiniz və çox video yarada bilərsiniz və az öncə də qeyd etdiyim kimi 50 dənə xal verir sizə. Bu 50 xal da hər gün yenilənir. Yəni hər gün bu videolardan bir neçəsini yarada bilərsiniz. Yəni bundan qətiyyən narahat olmayın. Bəli dostlar, sizə verəcəyim məlumatlar bunlar idi. İnşallah bu süni intellekt sizin işinizə yaramışdır və o formada videolar hazırlaya bilmisiniz. Faydalı oldusa əgər aşağıdan videoya like atın. Bir də kanala abunə olub bildiriş zəncini də aktiv edin ki, belə gözəl və faydalı videolarımızın davamı gəlsin. Sağ olun, özünüzdən müğayət olun.